Hmm. Əlim dəydi, günah mənli idi. Yayında stop getdi. Eşidirəmini dostlar? Hı -hı. Üzülü sayın, üzülü sayın. Salam, salam. Deməli, həmin bu planetlə e, bürcün qarışığı gəlir bu mifoloji Allahın bütün funksiyalarını ortaya çıxardır. Məsələn, Merkuri planeti və Qız bürcü, Merkuri planeti və İkizlər bürcü bu Allahla birbaşa əlaqəlidir. Əlində tutduğu bunun kaduseyidir. Bu zəkanın simvoludur, zehnin simvoludur. Həmin bu əlində tutduğu kadusey əslində həm də onurğanın simvoludur. Həmin bu DNK-nın simvoludur. Günəşin ətrafında planetlərin fırlanmasının simvoludur. İrəlidə gedir Günəş, bizim saznaniyamız, bizim düşüncəmiz, bizim yaradıcılığımız. Dəqiqə. Və həmin bu Merkuri də Günəşə ən yaxın olan planetdir. Ən xırda, demək olar ki, ən isti, məsələn, Günəşin ətrafında Merkuri öz dövrünü vurur 88 günə. Ən sürətlə dövr edən planetdir və bu səbəbdən dolayı sürətin, hərəkətin, cəhdliyin, necə ki biz eyni məqamda bir saniyədə gözlərimizi yumub düşüncəmizlə, təsəvvürümüzlə istənilən bir səhnəni canlandıra bilərik deyənə, bu ani saniyələr ərzində baş verir deyənə düşüncənin Allahıdır, belə deyim sizə. Bunun, məsələn, papağının, kaskasının qanadlı olmağı və ayaqqabılarının qanadlı olmağı onun sürətindən xəbər verir ki, əlində də məsələn saxladığı bu kadusey düşüncənin sürətindən xəbər verir və işıq sürəti də bu planetlə çox əlaqəlidir. Bu anlayışla əslində bu Allahla. Bizim bütün, belə deyim sizə, bu sağ-sol ilanlar da gecə-gündüz deməkdir əslində. Yaxşı, pis, qadın, kişi, isti, soyuq və s. duallıq simvoluna gətirib çıxardır. Merkuri, yəni düşüncə, yeganə, belə deyim sizə, enerjidir ki, bunun cinsi yoxdur. Məsələn, Veneranın qadınlıq cinsiyyəti var, ancaq qadınsı hisslərdir. Marsın məsələn ancaq kişi, belə deyək, aspektləri var. Bütün planetlərin qadın və ya kişiyə yönəlmiş aspektləri var. Bu səbəbdən dolayı məsələn hansısa bir qadında görəndə ki, onun kişi xüsusiyyətləri çoxdur, əslində onun astroloji kartasına baxsaq görərsiniz ki, kişi planetləri kişi bürclərində çox dayanıbdır. Və yaxud da ki, tərsinə hansısa bir kişidə görsəz ki, qadınsa hərəkətlər çoxdur. Bu 99% hallarda əlaqəli olur həmin o kişinin astroloji kartası ilə. Hansı qadınsı planetlər necə bürclərdə dayanıb ki, ona belə aspektlər verirlər. Yedinci tək Merkuridir ki, məsələn, bunun cinsi yoxdur, bu düşüncədir çünki. Bizim ən tez həyatda anadan olandan sonra inkişaf eləyən ilk növbədə planetimiz həmişə Merkuri, yadda saxlayın. Ümumiyyətlə, Günəşdən gəlsək, Günəş sistemindən, mən hətta belə göstərim sizə, Solar System. Baxın burada. Deməli, ilk burada dayanan, yaxınlaşdırım, ilk burada dayanan lap balaca gördüyünüz bu Merkuridir. İlk dəfə insanda həmin bu Merkuri inkişaf edir və bu bizim sual verməklərimizə gətirib çıxardır. Hətta biz sual vermiriksə belə, danışa bilmiriksə belə uşaqda, daimi olaraq nələrsə öyrənmək istəyir, nələrsə əl atırıq, fərqi yoxdur, bizim üçün təhlükə yaradır, yaratmır, daim maraqlı doğurur deyənə, biz maraq göstərdiyimiz istiqamətlər, öyrəndiyimiz istiqamətlər hamısı Merkuri ilə çox əlaqəlidir. Həm də ki, obuçeniya, təhsil deməkdir Merkuri. Kollektiv təhsil dolça gedəcək. Mən gətirəcəm söhbətlərinə görə bunları izah edirəm sizə.
Amma tək mənim təhsilim artıq Merkur yer. Bundan sonra gəlir Venera planeti. Bu bizim zövqlərimizdir. Uşaq biraz böyüyür, artıq zövqləri əmələ gəlir. Mən onu istəmirəm, mən bunu istəyirəm, mən bunu xoşuma gəlir. Amma bu xoşuna gələni öyrənənə kimi ilk dəfə o əlini atıb dadına baxmışdı. O əlini atıb dada baxmaq öyrənmək nə isə. Bu Merkur ilikdir. Dadandan sonra öz zövqünün formalaşması bu artıq Venera planetidir. Sonra gəlir yer kürəsi. Yer kürəsində yaşadığımız üçün biz bilmirik yer kürəsinin ümumiyyətlə digər planetlərə təsiri nədir. Çünki yer kürəsindən biz hər şeyi qəbul edən tərəf kimi izah edə bilirik. Yer kürəsindən artıq məsələn Yupiterdə belə deyək də fərz edək, biz yaşasaydıq, Yupiterdə yaşayan kimi yer kürəsinin necə təsir etdiyini bizə anlaya bilərdik. Tak ki biz yer kürəsində yaşayırıq, digər planetlərin təsiratını təsir etmə qabiliyyətlərini öyrənirik. Özümüzün özümüzə təsir etməsini anlaya bilmirik, çünki özümüz zaten bunun içində doğulmuşuq. Yer kürəsini keçdikdən sonra gəlir Mars planeti. Mars bizim hünərimiz deməkdir, volyamız deməkdir. Mars daxil olmaqla və Günəş daxil olmaqla paraleldə Ay, bu ilk belə deyim sizə 5 planet, məsələn, bir də astrologiyalar planeti Günəş, Merkuri, Venera, Mars, Ay. Bunlar şəxsi planetlərimi sayılır mənim. Sırf mənə təsir edən planetlərdir. Biz Marsımızı artıq istifadə edib, uşaq təzə anada olanda Marsda mən deyirəm, keçən dəfə məsələn, intellekt yoxdur. Mars hünərdir, hər şeyə qaçmaq deməkdir. Məsələn, uşaq hünəri qalxıb qaça bilər yola. Əgər ki, onu məsələn, Yupiteri və ya Saturn yanında yoxdursa, valideyni, belə deyim sizə, onu tutub saxlayan olmayacaq, özünü atacaq maşının altına, belə deyim sizə. Həmin bu Marsdan sonra gəlir bizim Yupiterimiz, bizim filosofiyamız. Bu filosofiyanı düzgün seçsək biz, gəlir Saturnumuz bizim vəzifəmiz, bizim irəli gedə bilməyimiz, bizim professionallığımız. Bunu bacardıqsa bizim, gəlir kollektiv bizim kəşflərimiz, Uran. Bunları bacardıqca artıq gəlir bizim kollektiv Neptunumuz, incə sənətimiz. Və bunu da bacarırıqsa artıq kollektiv incə sənəti bizim gəlir, indi burada şəkil düşməyibdir, Pluton planeti. Pluton da tapılıb 1930-da, heç 100 yaşı yoxdur. Pluton da bizim resurslardır, yəni ağlınıza gəlməyəcək sayda olan resurslar, bura həm daxildə pullar və s. və ilaxır, Skorpionun planeti. İlk planeti Marsdır, ikinci planeti Plutondur. Bura kimi aydın oldu dostlar, biraz belə çox astrologiyadan başladı, amma bu lazımdır. Nə dərəcədə maraqlıdır sizə? Yəni, bu Günəşdəki, məsələn, Günəş burada indi böyük düşübdür, Günəş bizik, bizim özümüzük. Ümumiyyətlə, solar sistem və Günəş sistemi bizim, baxın, burada görmür, Plutonu çox şəkillərdə çəkmirlər, ən vacib, burada var, deva burada, Pluto. Pluton həcmcə əslində ən kiçik olan Plutondur, belə deyim sizə. İndi planetlər siyasından da çıxardılır, astronomiyada, planetoid deyirlər buna. Nə planetdir, nə asteroiddir də belə güya. Amma ki, bu planetdir. Həcmi əslində ən xırda olan, dövrü ən gec olan 248 ilə dövr edir. Çəkisi hamısından ağır olan planetdir. Həddindən artıq çox ağır planetdir. Bu boyda olmağına baxmayın. Əlaqəlidir müharibələrlə, ölümlərlə, magiya ilə, seksual enerji ilə, sonra böyük pullarla, böyük resurslarla, böyük bacarıqlarla, ümumiyyətlə insanların idarə olunması ilə. Bu, yeraltı ölülər dünyasının mifoloji götürsək aspektdən Allahı, Zevsun qardaşı Aiddir, Hades. Zevs, Hades və Poseidon, bunlar üç qardaşdılar. Biri dənizlərin Allahı, biri havanın, yerin üstünün, bir də yerin altının. Bax, mifologiyada, yenə deyirəm, cənnət-cəhənnəm anlayışı yoxdur. Yeraltı dünya var, yerüstü dünya var. İndi gələcəm necə, hardan zehnə gəlib çıxırıq. Götürsə, əgər Aidi, Hadesi, bunlar görür necə bizneslə əlaqəsi var bunlar. Bunları bizneslə əlaqəsini anlayanda həqiqətən çox belə qəribə bir hisslər baş verəcəksə. Bu Aiddir. Onun üç başlı iti Cerberlə birlikdə. Aidi və Poseidonun çox uzatmayın söhbəti. Zevs atalarından xilas etdiyi üçün və atalarına qalib gəldiyi üçün bunlara artıq yeraltı dünyanı verir və yerüstü dünyanı verir. Aida verir yeraltı dünyanı, ölülər dünyasını. Həmin bu ölülər dünyasını verdiyi üçün Aid biraz bundan
e, belə deyim sizə, İncili qalır. Amma İncili qaldığı üçün yenə də ailə kodeksinə protiv getmir, tərs getmir. Başlayır bunun sözündən çıxmamağa. Yenə də Zevsin dediyi kimi yeraltı dünyanı idarə etməyə. Yeraltı dünyaya da heç bir Allahın heç vaxt hünəri çatmayıb düşsün. Yəni aid belə deyim, 12 dənə mifoloji Allah var. 13-cü həmin bu Olimpə daxil olan, amma 13-cü olan aiddir. Hansı ki belə deyim də özünə xas bir hörməti var da belə deyim sizə. Bu çünki istənilən bir varlığı salıb ölülər dünyasına əbədi şəkildə məhv eləyə bilər orada. Bu ölülər dünyası həmişə yadda saxlayın, bizim daxili dünyamızdır. Bizim ailimiz, bizim Plutonumuz, bizim Skorpionumuz, yenidən doğulma və ölümlər planeti. Yəni deyirəm, bu pula gəldiyinizə çıxacaq indi. Həmin bu ailimizdir, bizim Skorpion enerjimizdir ki, biz hansısa bir düşüncəni öldürüb, hansısa bir düşüncə bizdə sındısa, hansısa bir stereotip bizdə sındısa, salırıq onu ölülər dünyasına, öz daxilimizdə. Öz daxilimiz bizim keçmişimizdir, başa düşürsünüz. O keçmişə biz nəyisə sındırıb saldıqsa, zindana saldıqsa, belə deyim sizə, və yaxud da ki, azad olduqsa da o zindana qalxdıqsa üstə. O zindanımızı qoruyan aidimiz bizim bir də imkan verməyəcək ki, o düşüncə bizə maneə törətsin. Hansısa bir adət ənənə bizə maneə törətsin. Hansısa bir əvvəllər bizə narahatçılıq yaradan bir düşüncə artıq bizə maneə törədə bilməyəcək. Həmin bu enerjidir, bu saxlayır burada. Həmin bu mifoloji mənası da budur bunun əslində. Aidin yanına 7 sinif bir dəfə düşə bilir, bir dəfə yox, bir neçə dəfə artıq düşə bilir. Hermes. Qayıdıram mən indi Hermesə. Hermes in the world of deads. Görürsünüz şəkli dostlar, bir dənə pulslar qoyun zəhmət olmasa. Həla. Hermes, həm də buna arada ikinci qradı psixopomp deyirlər. Həmin bu qədim mifologiya necədir? Ölürdü, onun gözlərinin üstünə pul qoyurdular. Həmin o pul ölülər dünyasına aparan provodnikin, ekskurzavodun belə deyək, psixopomp da aradı, yol pulu idi. Həmin kim ki bu pulu qoymurdular, onun ruhu zənn edirlər ki, Tartar çayında və yaxud da Styx çayında yanacaq. Həmin o çayı keçmək lazımdır rahat ölülər dünyasına keçid almaq üçün. Baxın, burada Hermes ölülər dünyasındadır. Ölülər dünyasından xüsusi ruhları başlayır aidə gətirməyə və ilk dəfə bu nə vaxt baş verir? Aid götürür, öz qardaşı qızını oğruyur, özünə yoldaş edir Persefonanı. Persefonanın da anası Demetradır, fəsillər, bolluq kraliçasıdır, Allahıdır. Nə mənada bolluq? Qida cəhətdən bolluq, əkin Allahıdır, belə deyim sizə. Bu küsür deyənə başlayır bütün el-aləm olmağa və Hermesi çağırır Zevs, deyir ki, bəs variant budur ki, sən düşüb onu ancaq mamasına geri qaytarmalısan. Prosto mən də aidə, qardaşım bir söz deyə bilmirəm ki, mən ona vaxtı ilə elə bir yer tanrılığını vermişəm ki, ona. O da mənim sözümdən çıxmayıb deyənə, mən də ona qayıdıb deyə bilmirəm ki, sən düzələməmsən. Əslində, o nə eləyib, haqq eləyibdir, yaxşı eləyir. Amma ki, onu qaytarmaq lazımdır o qızı ona. Nəyə gətirəm sözümü? Bunu da anlattım, keçəcəyik biznes söhbətlərinə. Yalnız Hermes düşə bilər bizim daxili dünyaya. Nə deməkdir bu? Yalnız və yalnız bizim düşüncəmiz düşə bilər daxili dünyamıza, başqa heç bir şey. Buna görə də mifologiyada da heç bir Allah daxili dünyaya düşə bilməz. Yalnız Hermesə bu icazə verilibdir. Nəyə görə? Çünki Hermes bizim düşüncədir. Hermesin cinsi yoxdur. Yalnız Hermes bir saniyə ərzində, yəni Merkuri, bir saniyə ərzində bizim keçmişdəki hansısa bir hadisəmizi xatırlaya bilər. Hansısa bir mövzunun üzərinə gələ bilər, yada sala bilər. Qəşəng yaddaş deməkdir həm də bu. Hansısa bir hadisəni tez xırdalaya bilər və həll edə bilər aidlə birlikdə, bizim daxili dünyamızla birlikdə. Bizə artıq lazımdır bu düşüncə, yoxsa yox. İndi qayıdıram lap söhbətin əvvəlinə. Baxırıq biz seriala hansısa, sabahsı gün qarşımıza oxşar bir hadisə çıxanda, hansısa bir qohumumuzdan, ən bacımızda, qardaşımda, mən artıq o seriala görə hərəkət edirəmsə, o düşüncələrimlə, mənim üçün lazımdır bu düşüncə, yoxsa yox, artıq təşkil olunur həmin o
serialdan əldə etdiyim, belə deyim, parametrlər üzərində. Ya o da mənim üçün bir doğrudur. O mənim həqiqətimdir. Amma ki, o həqiqətin formalaşmağında mənim çəkdiyim əmək hansısa bir seriala baxmaq idi, hansı ki mənə meşat edə bilər. Bu səbəbdən dolayı biz düşüncəmizə elə bir ötürmələr etməliyik ki, elə bir bu radio priyomnikdir, belə yenə də deyirəm sizə. Elə bir ötürmələr edirik ki, mütləq şəkildə bizim beynimizdə ilişib qalsın sabahsı günkü belə deyim, qərarlarımızı düzgün həyata keçirməkdə. Şuradakı qaranlıq oldu nəsə. Həyata keçirməkdə. İndi mən sizə bir dənə də bir şey göstəreyim. Gəlib çıxırıq burada beynin fraktallarına. Nədir burada? Fraktal. Olabilir. And one of the AI voices from Revoicer, I could be sad, and you'll think that I might break down and cry. Bu beynin fraktalı, bu düzdür, çox belə 3D anlayışıyla birlikdə. Əslində bunun real çəkilişi var. Bir dəqiqə mən onu tapım sizə. Bu əsl elmi sürətdə təsdiq olunmuş məsələn bir formuladır ki, bu bizim düşüncədir. Düşüncəmizin içində olan düşüncələr, onların içində olan düşüncələr, beynimizdə hal-hazırda bu baş verir. Necə ki, bu düşüncənin içində budur, bunun arxasında bu dayanıbdır. Məsələn, bu düşüncənin nə bilim təməlində digər dayanıb, bizim uşaqlıqda nə bilim beynimizə ötürdüyümüz, onun içərisində nə bilim ondan qabaq nə olubdur. Bu gedir sonsuzluğa kimi. Sırf buna görə deyirlər ki, sənin daxili dünyaya enməyin əslində həmin o anadan olduğun məqamdan əvvələ də gedib çıxmağına gətirib çıxara bilər ki, belə bir imkanı var. Əslində yaradana gedib qoşulmaqdır bu. Eyni ilə də sənin üzü yuxarı kosmosa baxanda əmələ gələn həmin bu strukturdur ki, artıq bitmir, sonu gəlmir bunun. Buna deyirlər fraktallar. Bizim bu fraktallarımız hamısı, bu dəqiqə məsələn siz mənə baxırsınız, rəng var, işıq var, tutalım ki, belə deyim sizə, səs var, gəlin, başa düşürsünüz. Tüm bunların hamısını başa düşmək üçün beynimizdə sizin müəyyən dərəcədə atomlardır, neyronlar da bir-birinə toxuşur, atomlar əmələ gətirir, həmin atomların tərkibindəki olan bu fraktallar formalaşdırır sizin bu görüntünüzü. Və bu fraktalları artıq, mən sərdən nəyə görə bu qədər baş beynizi aparıram, ümid edirəm belə biraz çox yormadım sizi. Bu fraktalları artıq gəlib çıxanda başa düşmək olar ki, bizim bir çox əldə edə biləcəyimiz uğur, həmin bizim bu fraktal podsaznaniyamızda, şuurumuzun altındakı olan hissələrimizdə şuurumuzun altına yedizdirdiyimiz məlumatlarla çox əlaqəlidir. Bu məlumatda nə deməkdir bu? Əgər ki, mən istəyirəmsə uğurlu olum, yenə də deyirəm, mən mütləq şəkildə başlamalıyam buna yatırım etməyə. Həyatda bir növ investisiya var, yadda saxlayın. Vaxt. Bizim pulumuz da gələndə, qazancımız da gələndə, biz həmişə o qazancı xərcləyirik, vaxtı alaq. Bugün tutaq ki, mən 10 saatımı xərcləyirəm ki, növbəti bir neçə ay sonra mənim ayda gəlirim atıram olsun 1000 manat. O 1000 manat gələndə mən artıq onun 300-500 manatını verib digər bir köməkçi tuta bilərəm özümə. Artıq gündəlik 10 saat yox, 5 saatımı xərcləyə bilirəm. O gəlirim artdıqca mən yenə də pulu xərcləyirəm ki, həmin bu vaxtımı çoxaldım. Bütün böyük şirkətlər zaten belə də qurulur. Kim ki sizə deyirsə, ümumiyyətlə o sizdə də varsa o xasiyyət, məndə də çox uzun müddət olub, məni çox geri salan bir şey olubdur. İşi kiməsə daviriyyət eləyə bilməmək, etibar eləyə bilməmək. Ay, məndən pis görər, məndən yaxşı görməz. Nə qədər ki biz etibar eləyə bilmədik, bir o qədər biz özümüzü unudacağıq. Nə qədər ki biz çox özümüzü unutduq, bir o qədər çox vaxtımızı itirəcəyik. Nə qədər ki çox vaxtımızı itirdik, yenə də beynin fikirləşib, düşünüb, yaratmış olduğu bu şol kruqunda, dairəsində qaçan bir şola dönəcəyik biz.
Bizim mütləq şəkildə bunu prosesi başlamaq üçün ki, beynimizin o dalğaları bizə xeyir versin. Baxın, beyni öz-özlüyündə götürən beyindir və onurğa sistemidir. Beyindən gələn bu dalğaları qəbul edən hissəsi ötürür onu onurğa sistemimizdən bizim bədənimizə. Bu nə səbəbdən dolayı istənilən bir destruktiv anlayış, əsasən də bu bizim uzun müddətli fikir etməyimizə səbəb olursa, bizim beynimizdən ötürdüyümüz dalğalardır ki, onurğamıza, bizə fərqli orqanlarımıza xəstəliklər verir. Başa düşürsünüz? Eyni ilə həmin stildə bizim beynimizin qəbul etdiyi dalğaları onurğamızla ötürmə qaydamızdır ki, istənilən bir xəstəlik müalicə edə bilir. Buna deyirlər plasebo effekti. Bir daha deyirəm, plasebo. Plasebo effekti bizə artıq bu DNK-mızda var. Heç bir dərman bizi müalicə edə bilməz. Bizi yalnız və yalnız öz bədənimiz müalicə edir. Sadəcə o dərmanlar simptomları aradan götürür. Dünyada da elə bir xəstəlik yoxdur ki, deyəsən ki, bunu atdım, mən müalicə olum. Yoxdur belə bir şey. Bizim bu səbəbdən dolayı həmin bu necə ki, xəstəliyə müalicə edə bilir və ya da xəstəlik yarada bilir. Buradan anlaya bilərik ki, deməli bizim zəngin ola bilməyimizi də həmin bu dalğaları qəbul etmək böyük bir sürətlə necə deyim, tezləşdirə bilər. Əgər ki, mən belə deyim sizə, qazanıramsa, simvolik deyək, artıq 5000 manat və mən durub ətrafa artıq dırnaq arası deyim, üzr istəyirəm, tupoy kimi baxsam və yaxud da ki, ağılsız kimi baxsam ki, mən yoxdan qeyri birisi və mən ağıllıyam bunlardan, bu artıq beynimizdən bizi qidalanmağımıza səbəb olacaq öz yaratmış olduğumuz illüziyalarımızla. Biz çünki reallıq nədən ibarətdir? Reallıq ondan ibarətdir ki, mən ağıllı adam deyiləm. Reallıq ondan ibarətdir ki, dəfələrlə çox qazananlar var. Yəni, mən də hansısa bir, əgər bu aspektdən baxıramsa, deməli, mən də hansısa bir aspektdən baxılanda axmaqlardan biriyəm. O reallıq mən axmaqlardan biriyəmə gətirib çıxaracaq. Mən bu formatda beynimə yedizdirmiş olduğum öz o lovğalığımla özümü məhv etmiş olacağım yaxın müddətdə. Əksinə, mən nə qədər minnətdar olsam, o gələn dalğaları əslində, məsələn, belə deyəm də, ətrafımdan daha çox qazanmağa başlayıramsa, lovğalanmaq yox, maksimal dərəcədə bir növ özümü saxlamağa başlasam, kimə gəldi ağıl verməməyə başlasam, kimə gəldi yol göstərməməyə başlasam, yol göstərə bilərsiniz, ağıl verə bilərsiniz, əgər sizə sual verirlərsə, əgər sizə ödəniş edirlərsə, yadda saxlayın. Nəyə görə? Çünki ödəniş edən insan o pulu qazanmaq üçün öz həyatını xərcləyibdir, öz vaxtını xərcləyibdir və yaxud da ki, kimdənsə götürürsə o pulu, o pulun qazanılması üçün müəyyən həyat hissəsi xərclənibdir. O həyatını sizə verir, o həyatını sizə verdiyi üçün bu çox böyük bir dəyərli bir şey, söhbət pulda deyil, başa düşün. Çoxsu, mən deyəndə ki, pul çox dəyərli bir şeydir. Ola bilər, bəziləri anlaya bilər ki, kupyuradan gedir söhbət, əskinazdan yox, onun arxasında dayanan enerjidən gedir söhbət, çox dəyərli bir şeydir. Öz-özlüyündə yox, arxasında dayanan enerji. Həmin o enerjini sənə verirlərsə, rahat deyə bilərsən, çünki sənə ödəniş edirlər və yaxud da sənə sual verirlərsə, o sual verilməz, bu artıq gəlir o Peyğəmbər enerjisinə çıxır, sən təmənnasız köməyi göstərməlisən, çünki bu insanın problemi var. Söhbət odur ki, o demək deyil ki, hər çatan belə sənə sual versə, o sual verən əyyaş da ola bilər, lazımsız bir sual verə bilər. Yəni, aydın məsələ ki, o qəbul eləmək lazım baxır, kimin sualını. O insanın gözünə baxanda, hərəkətinə baxanda istəyirsən buna kömək eləmək, dəstək olmaq lazımdır, yoxsa yox. Biraz əvvələ qayıdım. Həmin bu dalğalar ki, gəlir bizim beynimizə, biz başa düşdük artıq. Hermes nədir, bir saniyədə düşüncə nədir, həm o serialdan gələn bir saniyədə düşüncə bizi necə destruktiv yollara apara bilər, bizim daxilimizə gedən öldürdüklərimiz nədir, sağ qoyduqlarımız nədir və bu o demək deyil ki, insan hər dəfə doğru şeyləri öldürür, o qədər lazım olan şeylər var ki, onları çaşıb öldürə bilir insan, o qədər lazım olmayan şeylər var ki, onları hətta işığa çıxarda bilir, əksər hallarda belədir, buna böyük təsir edir cəmiyyət, nəinki Azərbaycan, bütün dünyada yəni ki, belədir. Amma ki, son bu 100 ili götürsək, əsasən də son bu 20 ili götürsək, artıq bir növ yeni bir dini anlayış əmələ gəlir. O dini anlayış ondan ibarətdir ki, bu konkret olaraq bir din deyil, bu konkret olaraq insanların artıq əsasən də bu bizim pokoleniya, bizim yaş dövrünə gəlir, təsadüf edir, bu 30-40 yaşlar arası və bizdən sonra gələnlər bu 20-30 yaşlar arasında artıq kifayət qədər məşhurlaşır. Özünə inam, həqiqəti seçə bilmək, sevgiyə inanmaq, dürüst ola bilmək,
qəlbdən düzgün qərar verə bilmək, həzz ala bilmək və bu funksiyaları yerinə yetirmək üçün həmin bu gənc kateqoriyanın heç bir kitaba ehtiyacı yoxdur. Artıq həyat bir növ elə formalaşmağa başlayıb ki, bu internet özlüyündə imkan yaradıb azad söz deyilsin, müəyyən səviyyədə insan azadlığı artıq o təbəqəyə gəlib çatıb ki, formalaşır. Artıq bu cəmiyyət formalaşır. Amma ki, bu stereotiplər qalıb, əlbəttə ki, köhnə keçmiş cəmiyyətlərdən də qalıb, qətiyyən də bunlara, belə deyim, şey kimi də baxmaq olmaz ki, düz eləməmisiz, səhv eləməmisiz. Əslində, onların da səhv etməsi olmasaydı, biz bugünkü gün həqiqət nədir, onu başa düşməyəcəkdik. Mütləq şəkildə minnətdar olmalıyıq. Biz başa düşürük ki, bu gələn dalğaları artıq başqa cür formalaşdırmalıyıq. İndi mən daha dərinə gedəcəm, necə formalaşdırmalıyıq. Sadəcə olaraq bunu formalaşdırmaq üçün, bunu baş vermək üçün ilk növbədə bizə lazımdır qəbul eləyək nəyi səhv etməmiş olduğumuzu bugünə kimi. Belə bir məsələ var, deyir, yaradan sənin çiyninin qaldıra bilməyəcəyi yükü heç vaxt sənə verməz. Belədir ki, var. Bugünkü gün biz nəyisə anlayırıq, başa düşürüksə, hansısa bir düşüncə bizdə qırılırsa, yeniyə keçid alırıqsa və bizdə paralel olaraq rahatlanma hissi baş verir, bir növ həzz baş verir. Digər tərəfdən, əksər hallarda hefslənmək hissi, peşmançılıq baş verir ki, mən bugünə kimi nəyə görə buna çata bilməmişdim, müəyyən dərəcədə vaxt itirmişəm, müəyyən dərəcədə geri salıb məni. Bu müəyyən dərəcədə geri salıb məni düşüncəsindən maksimal dərəcədə azad olmalı. Bu həmin məqam, biz başlayırıq yenə də almağa dalğaları və həzlə paralel başlayırıq o peşmançılığı da yanına qoşmağa. O bizim onurğamızdan bizə nə qədər fayda verirsə, bir o qədər də zərər verir. O faydadan da bir şey qalmır, zərərdən də bir, necə deyim sizə, pis şey gəlmir. Bu sıfır dərəcəsində artıq bir anlayışa gəlib çıxardır. Bundan maksimal dərəcədə xeyri götürmək üçün hər dəfəsində yeni biliyə keçirsənsə, yeni bir anlayış gəlirsə sənə, maksimal dərəcədə xeyri götürmək üçün keçmiş versiyaya minnətdar olmaq lazımdır. Məsələn, biz gedirik, daimi olaraq müştərisiyik hansısa bir restoranın, orada fərz edək, qəşəng bir steak verirlər. Sabah gün hansısa bir dostumuzla gedəndə fərz edək ki, bizə deyir ki, sən heç steak yeməmsən, gəl mən səni başqa bir yerə aparım, sən başa düş nə deməkdir steak. Aparıb başqa yerə, biz orada daha dadlı bir formatda bişirilmiş steak yeyirik. Və həmin məqam, əgər biz qayıdıb o keçmiş yerdəki yediyimiz steykləri, aşbazı söysək, ona laqeyd yanaşsaq, bu nə idi, mən bu nə kimi bu nə idi yeyirdim. Belə düşüncə ilə yanaşsaq, biz orada heç bir qazancı əldə etməmiş oluruq. Mütləq şəkildə biz o keçmiş versiyaya, bu günə kimi nə bilim, ucuz ayaqqabı geyirdirsə, bahalı ayaqqabı geyinəndə onun artıq fərqlərini hiss edəndə, heç vaxt o keçmişdə geyindiyimiz aşağı təbəqəli versiyalı, belə keyfiyyətli olan ayaqqabıya şey düşüncəsinə baxmalıyıq ki, bu heç ayaqqabı idi, mən əksinə ona minnətdar olmaq lazımdır ki, o pis versiyaya ki, yaxşı ki, mən səni tanıdım, yaxşı ki, dadıma baxdım ki, bugünkü gün mən artıq bunların fərqini bilirəm və bu etapa gəlib çıxa bilmişəm. Təşəkkür etmək lazımdır. Minnətdarlıq hissi olmalıdır ki, keçmiş versiya. Bu gələn yeni dalğalar sənə maksimal zənginlik verə bilsin. İlk növbədə zənginlik başlayır buradan, yadda saxlayın. Pul, əski naz, sənin buradakı zənginliyin xarici həyatdakı monetar ekvivalentidir. Belə deyim sizə, bir daha xatırladıram. Zənginlik sənin burada baş verən zənginliyinin, yəni söhbət maddi zənginlikdən gedir, xarici dünyadakı monetar ekvivalentidir. Monetar ekvivalent nə deməkdir hər işə? Monetar ekvivalent mənim həzzimin, mənim yaradıcılığımın, mənim ana enerjimlə ata enerjimin kombinasiya olmuş şəkildə işləməsinin xarici dünyadakı özünü tapmalıdır, ekvivalentində. Bu hansısa bir əşya ola bilər, hansısa bir məbləğ ola bilər, hansısa bir iş ola bilər, hansısa bir xüsusi bir münasibət ola bilər ki, məni qabağa çəkə bilərlər, ya nə bilim, nə ola bilər. Sadəcə olaraq hamısı başlayır nədən? Bura gələn dalğalardan. Biz əslində bir çox psixoloji dərslərimizdə
toxunuruq bu söhbətlərə, o beyinlə nə qədər, demək olar ki, hər psixoloji dərsimizdə mən deyirəm, o beyinə gələn, mən necə yatırım edirəmsə bunu, həmin o eyni ilə bu söhbəti sadəcə bu dərsimizdə daha da o dərinliyinə gəlirəm bunu. Zəhmət olunca fikirlərinizi bildirərdiniz. Nətərdir vəziyyət? Nə dərəcədə maraqlıdır mövzu sizə? Ülkər yazdı, salamlayacağız. Yaxşıyam, siz necəsiz? Son 15 dəqiqə super gedir. Əvvəli sıxırdı, hə? Əvvəl sadəcə olaraq mən o həmişə mifologiyadan başlayıram. Beynim düşünməkdən yanırdı, indi daha çox yanmağa başladı. Bu yanma, bu planetar söz də deyir, sizin ürəyinizdən gəlir. Yanmaq sözü insan həyata gəlir yanmaq üçün. Alışıb yanmaqdadır həyatın gözəlliyi. Əsasən də beynin yanmağı. Beynin yanırsa sən bu dəqiqə, vəddin artıq gözəl bir şey, tökməlisən onu vərəqə. Yanırsa yazmalısan ideyalarını, yazmalısan bütün arzularını, yazmalısan bütün nələr eləmək istəyirsən. Yəni, keçən mən sizə göstərim də dəftərlərinə qədərdir. Əla. Əlasınız, möhtəşəmsiniz. Təşəkkürlər. Davam edək. Deməli, bizim monetar ekvivalentlərimizdir. Nə qədər ki, biz bunları başa düşürük, bu bilikləri başa düşürük. Sırf bu, mən deyirəm, divanın üstündə oturmaqla sənə pul gəlməyəcək. Məsələn, nəsə hərəkət eləməlisən. Bir çoxları götürür, o hərəkəti konkret olaraq, belə deyim, durub belə harasa hərəkət eləmək üçün başa düşür. Durub hərəkət eləmək, əgər beynini işlətmirsənsə, ən axırıncı variantdır bu. Steve Jobs'un belə bir sözü var idi. Günün 12 saatını işləməyə ehtiyac yoxdur. Günün 1 saatını da işləyə bilərsən, amma onu smart şəkildə işləməlisən də sən. Eyni ilə məsələn bu düşüncə ilə gedir Google sistemi, Facebook sistemi. Siz yəni ki, bir çoxlarınız yəqin ki, görmürsünüz də Google'un ofisini. Necədir ya Facebook'un ofisini. Ola bilər kimsə görməyibdir. Məsələn, burada sizə göstərim. Yazın burada. Google Office Interior. Yəni, düşünün ki, burada insanlar belə işləyirlər. Bu Google'un ofisidir. Burada işləyirsən sən, meşəliyin içində. Nə bilim, gəldin burada oturdun, işlədin. Buradan gəldin, sürüşdün, düşdün. Bu sənin iş yeri. Bunun işləməyinə var. Bu həyatda bundan xoşbəxt insan yoxdur da bu dəqiqə. Bu Google'da işləyir. Bunun deyəcəyim, bunun duruşuna bax. Oturuşa baxın ya, bu necə işləyir. Bu nəyə gətirib çıxardır? Eyni ilə bu filosofiyaya gəlir. Bunlar artıq trilyonlarla yəni dövriyyəsi olan şirkətlər deyir bunlar. İnsan hərəkət etmək birinci başlayır bundan. Bunu Google-da başa düşür, bunu Facebook-da başa düşür, bunu Oracle-da başa düşür, bunu Bill Gates-də başa düşür, Amazon yəsi də başa düşür, Jeff Bezos. Hamısı başa düşürlər. Bu səbəbdən dolayı işçilər üçün, insanlar üçün şərait yaradırlar ki, hərəkət eləsinlər. O hərəkət ilk növdə başlayıram ki, buradan yadda saxlayın. Bugünkü gündə də hərəkət etmək üçün sənə kifayətdir artıq lazımi, məsələn, keçmişi götürsəydik, bir 50 il bundan qabağa götürsəydik, bizə nəyisə oxumaq üçün mütləq şəkildə durub kitabxanaya getmək lazımdır. Mütləq şəkildə. Yəni, başqa variant yoxdur çünki. Bugünkü gün sən nəyisə oxumaq üçün yenə də mənim arxamdakı divan var. Orada uzanmışsan, telefonla daxil ol, o kitabxanayı oxuya bilirsən. Və yaxud da ki, nəyisə bir dizayn eləmək üçün mütləq şəkildə bir qrafik studiyaya getməliydin. Bir evindən durub çıxıb getməliydin, sən. Deməli, indi isə həmin o çıxıb getməkləri sən bu kompüter, telefon vasitəsilə eləyə bilirsən. Və yaxud da ki, nə bilim, zinət əşyası almaq istəyirsən. Əvvəllər mütləq şəkildə sən durub çıxıb Suma getməliydin, ya Moskva Vermağına getməliydin. İndi, zaten indi yenə də gedirlər, amma ki, bundan əlavə də 1 milyon dənə səhifə artıq var. Birinci bir Instagram'a da girib baxırlar, Google'a da girib baxırlar, təyin edirlər, harada nə tip bir məhsullar var, sonra gedirlər. Artıq insanlar bu səsləyə gəlir. Bu hərəkət deməkdir. Hərəkət etmək həmin bu yerini də tərk etməyə ehtiyac yoxdur. Sənin sadəcə olaraq bu dəqiqə başlamağındır bu yatırımları etməyinə. Bu yatırımları etmək həmin bu dalğaları almaqdır. Həmin bu
dalğaları almaq sənin oturduğun yerdə pul qazanmağa gətirib çıxarda bilər. Biri var, yenə də oturduğum yerdə o keçmiş dərslərimdə deyirəm, bizim gün ərzində hətta işləyirsə belə 8 saat sənin işin olsun, 8 saat yuxun olsun, o 4 saatını çıx yola, abedə, nə bilim, təbii ehtiyacları ödəməyə, sənin hara fırladırsan fırlad, el dilində demişkən, istənilən halda sənin 2 saat, 3 saat gün ərzində vaxtın var. Həmin o 2-3 saatı ya sən yatırım eləyəcəksən özünə, bundan gələn artıq ideyalarına, məşğuliyyətinə, ya da ki, yatırım eləyəcəksən seriallara. İndi mən serial deyirəm, başqa şey, bu çayxana da ola bilər, nə bilim, bu mənasız bir çox proses ola bilər də. Bu artıq qalır insana. Həmin bu yatırımlar, həmin bu zehnin bu samovnuşeniyə gətirib çıxardır. Samovnuşeniya nə deməkdir? Özün özünə inandırmaq. Özün özünə inandırmağın bir dənə sirri var. Səhərdən bu söhbəti eləyirəm, səhərdən bu 46 dəqiqədə bunu danışıram, bu məqama görə danışıram. Bütün bu mifologiyanı da bu məqama görə deyim, indi deyəcəyim məqama görə. Bütün bu insanların özünü aparmağını da o məqama görə dediyim, bütün bu hamısının mənası gəlib çıxır özün öz beynivə yedirtmək. Bu dalğaları artıq özün öz beynivə otuzdurmaq. Amma ki, burada bir sir var. Bu, bir çox kitablar oxuya bilərsiniz. Hamısında yazılır ki, pozitiv düşün, gələcək haqqında pozitiv düşün, yaxşı olacaq. Tüm bu yaxşı olacaq anlayışının ən böyük yanlışı olacaq söhbətindədir. Chasing söhbətinə gətirib çıxardır bu İngilizcə. Arxasıca düşmək söhbətinə. Olmaz bunların arxasıca düşmək. Arxasıca düşürsünüzsə nəyinsə, bu sizdən qaçır deməkdir. Gələcəkdə yaxşı olacaq anlayışını özünüzə yedirdiyinizsə, bu bizim şuur altımıza indiki vəziyyət mənim xoşuma gəlmir deməkdir. İndiki vəziyyət nədirsə, bu indinin zaten yaşamı ilə mən gələcəyə investisiya edirəm. İndiki vəziyyət xoşuma gəlmir axı, gələcəkdə yaxşı olar anlayışı həmişə məni gələcəkdəki indimə də gətirib çıxanda mən fikirləşəcəm ki, indiki vəziyyətim yaxşıdır, gələcəkdə yaxşı olar. Biz gələcəyə can atırıq. Mənim bir də belə sözüm var. Gələcəyə tələsmədən, keçmişdən aslı qalmamaq şərti ilə indidən həzz almaq. İndinin yalnız həzzini sən tuta bilirsənsə, çünki indidədir sənin gələn dalğaların. Mən bilmirəm 5 saniyə sonra nə olacaq, bu bina partlayacaq yoxsa yox, bura bomba düşəcək, ya nə bilim, nə olacaq? Biz bilmirik 10 saniyədən sonra nə olacaq. Bu 10 saniyədən sonra yaxşı olacaq düşüncəsi ilə yaşamaq bizim uduzmağımız deməkdir. Nəyi uduzuruq? İndini uduzuruq. İndi nədir? Bizim investisiyamızdır, bizim yatırımımızdır. Nəyə yatırım edirik? Bu dəqiqə baş verən nədir? Mənim xoşuma gəlməyən situasiya. Mənim xoşuma gəlməyən situasiyaya mən yatırım edirəmsə, şuuraltı heç özümün də xəbəri olmadan buna. Bu yalnız və yalnız meyvəsi olaraq mənə yetişdirəcək mənim yenə də xoşuma gəlməyən situasiyaları. Ən yaxşı halda yenə də bir o qədər ürəyimcə olmayan situasiyaları. Bu səbəbdən dolayı, əgər biz istəyiriksə yaxşı olsun, əgər biz istəyiriksə bizim vəziyyətimiz düzəlsin, bizim şəraitimiz yaxşılaşsın, bizim maddiyyatımız artsın, biz mütləq şəkildə bu dəqiqə, bu saniyə zəngin olmağı artıq bacarmalıyıq. Sən bu dəqiqə nəsənsə artıq özündən onu təsəvvür edib ətrafa göstərə bilərsən. Sən zəngin olmalısan ki, ətrafa artıq zənginlik göstərə biləsən. Zəngin olmamış ətrafa zənginlik göstərə bilməzsən. Ətrafa zəngin yanaşa bilməzsən. Zəngin, belə deyim, pozitivi içində bu dəqiqə bulundurmamış, bu dəqiqə həzz almamış həyatdan heç çox pozitiv düşünə bilməzsən. Ay, nə bilim, küçədə gedirdim, başıma dipçək düşdü, başı partlayıb insan deyir, gəl pozitiv düşün, pozitiv düşün. Bu məqam pozitiv düşünmək axmaqlıqdır yəni ki. Bu məqam oturub dərsi axtarmaq lazım. Bu başıma niyə düşdü mənim? Nəyə görə? Mən harada nə səhv eləmişəm ki, o başıma düşdü mənim? Müəyyən bir müddət analiz edib o səhvi tapandan sonra blaqadarlı olmaq o həyata ki, mənim başıma o dipçəyi saldım, məni filan hadisədən saxladı. Pul itirirəmsə müəyyən dərəcədə minnətdar olmaq lazımdır o itən pula ki, o pul mənim üçün müəyyən xəstəlik gətirə bilərdi, məni belə azad elədilər bu. Hansı bir problemi gətirə bilərdi, məni azad elədilər əslində o problemlər. Blaqadarlı olmaq lazım, indidən həzz almaq lazımdır. Bu indidən həzzi də yalnız və yalnız öz daxili dünyamıza gedən dalğalardan formalaşdıra bilərik ki, gətirirəm indi ikinci bir məqama.
planlama söhbəti də burada böyük bir rol oynayır. Mən əgər yazıramsa, tutalım ki, konkret bir summa orada təşkil olunmalıdır məbləğ. Mən istəyirəm ayda 10.000 pul qazanım. Mənim 10.000 pul qazanmağımdan əlavə mənim həm də anlayışım olmalıdır. Mən o 10.000 pulu nəyə xərcləyəcəm? Çünki o, belə deyim də sizə, bu enerji gəlir. Bu enerji nəyisə bir ekvivalent olaraq formalaşdıracaq. O ekvivalentin də formalaşmağı üçün bir çıxış yeri lazımdır da. Mən istəyirəm 10.000 qazancım olsun, amma məndə təsəvvür yoxdursa o 10.000-i mən nə eləyəcəm? 10.000 mənə çox gec gələcək. Ya mən istəyirəm mənim 100.000-im olsun. Məndə əgər o təsəvvür yoxdursa, o plan yoxdursa, o 100.000-i mən nə edəcəm? O 100.000-i məsələn 15.000-ə falan şey edəcəm, 20.000-ə falan bir addım atacağım, 10.000 bura lazımdır. Onu mən yazılı formada eləməmişəmsə, o gələcək olan enerjinin çıxa bilmək monetar ekvivalenti yoxdur mənim təsəvvürümdə deyənə, bloklu şəkildədir o əlin mənim təsəvvürümdə deyənə, bloklu yerə də zaten heç nə gəlib dola bilməz. Çünki orada ələm açılmamış bir klapan yoxdur ki, o enerji flow deyirlər də buna, o ötürmə gəlib baş versin o dalğa. O flow-nun başa düşün, bu cash flow buradan əmələ gəlir, hətta anlayış. Cash flow odur ki, məsələn, mənim cashim var, flow gəlir hardansa. O flow-nu da mən harasa xərcləyə bilirəm. O cash flow varsa mənim çıxıram, belə deyim, artıq öz işimlə məşğul olmağa, 9-dan 5 işləmirəm. Cash flow varsa artıq hansısa bir biznesə başlayıram, ikinci biznes olaraq yatırım etməyə. Mütləq şəkildə mən o məbləği də təyin etməliyəm, bu dəfə mənə nə lazımdır. Mən demirəm də, tutaq ki, mənə 100.000 lazımdır. Ya bundan da bitti. Bu dəfəki etapda, yəni sən orada yazma da, get də, mənə 100 milyon lazımdır o dəqiqə. O da mümkün. Burası ona biraz çox enerji lazım olacaq da, sən artıq düşünüb gətirməyə, onun üçün işləri həll eləməyə. İlkin etapda məsələn bu dəqiqə nə ki bizə real gəlir, bizim beynimiz onu, məsələn 100 milyonu mən fikirləşirəm, deyirəm ki, öz-özümə, yox da bu mənə çoxdur da, biraz o ucu blok qoyursan, başa düşdün. Ucu blok qoyursan, yəni heç ehtiyac yoxdur o summanı yazmağa, çünki özün inanmırsan ona. Özün inanmırsansa, bu çox yadda salır, bu çox vacib bir şey da. Özün inanmırsansa, inanmadığın bir şeyin dalınca düşməyə dəyməz. Mütləq şəkildə o inama gəlib çıxmaq üçün sənə müəyyən levellərdən başlamaq lazımdır. Heç kəs birbaşa gəlib general olmur, o serjantlıqdan başlayır məsələn. Sənə bir lazım bu dəfə eləməkdə 5.000, sonra 10.000-ə, sonra 20.000-ə, sonra bir 50.000-ə, bu etapla girmək lazımdır. Yazırsan, bu 10.000-im lazımdır. Bu 10.000-i mən nəyə xərcləyəcəm? Nədir bu 10.000-ə olan planım? Yoxdursa planın lap əla, otur fikirləş. Bu dəqiqə 10.000-im var. Təsəvvür et, bu dəqiqə sənə 10.000 verdilər. Nə edəcəksən? Dəxli yoxdur, sən bunu necə absurd bir şeylərlə də xərcləyə bilərsən. Sadəcə olaraq sənin ağlında o plan olmalıdır. Ki, sən artıq hər gün səhər yuxudan duranda sənə riskə sual versələr ki, ani məqamda, sən bu dəqiqə 10.000 olsa nə deyəcəksən? Sən orada buna konkret ruslar demişən, çox ki bir cavabın olmalıdır. Sənə bir, necə deyim, konspektin olmalıdır buna uyğun ki, mən bu addımları atacağım bu 10.000-ə. O beyninə yedirtməsin, özün də inanırsan ki, sən bu səviyyədəsən, sən buna çata bilərsən. Bu 1000 də ola bilər, 5.000-də, 10.000-də, 20.000-də baxır artıq sən indi bu dəqiqə beyninə nə yedizdirə bilirsən. Və bunu həmin bu dalğalarla, həmin bu alacağın həzlərlə, bugünkü gün əldə edəcəyin bu özünə xeyir verə biləcəyin proseslərlə daimi olaraq xatırlamağındır. Məsələn, mən belə deyim sizə, bu dəqiqə dadlı yemək yeyirəm, həmin bu yeməyi təsəvvür edirəm, mənə necə xeyri dəyir. Bu xeyri dəyməyini təsəvvür edirəm və orqanlarımda представлять edirəm, təsəvvür edirəm ki, necə bu orqanlarıma da xeyri dəyir və bu sağlam bədənin sabah 10.000 pulu gələcək. Bu 10.000 pulu da mən nəyə xərcləyəcəm? 2.000-i təzədən xərcləyəcəm mən özümə, yəni bilim, idmanıma, daha bahalı özümə dəyər verə biləcək, vitaminləri bol idman qidaları alacam özümə. Yerdə qalan 8.000 nə edəcəm? Bura xərcim. Həmin bu gələn dalğalarla bu planlamanı sintez eləmək lazımdır, mütləq şəkildə. Nə qədər ki, bu gələn dalğalarla bu planlamanı sintez elədik, bir o qədər gündəlik mütəmadi şəkildə biz verəcəyik hara informasiyanı? Şuur altımıza. Şuur altımız da bizim nədir? Bütün ətrafımızda baş verən situasiyaları formalaşdıran həyata yanaşmağımızdır. Şuur altımıza biz ötürsək serialları, pastan daimi sürətdə həyatımızda formalaşacaq həmin o seriallarda da baş verən hadisələr ki, boşanmalar, qırışmalar, gic-gic hadisələr və burada da biz həmin o seriallarda qaynana-qaynatar rolunu oynayacaq və yaxud da ki, həmin o proseslərə dediyim kimi bir nümunə idi mən sizə dedim. Məsələn, sağlam qida
proteinləri, nə bilim, vitaminləri almaq ki, daha sağlam olsun bədənim ki, daha böyük işlər idarə edəcəm, daha çox insana mən təsir edəcəm. Mən tutaq ki, 5 nəfər artıq məndən asılı olacaq, özüm buna hazırlamalıyam. Çünki mən özüm sağlam olmalıyam, mən özüm xoşbəxt olmalıyam ki, işçilərim də xoşbəxt olsun, mənə qoşulanlar da xoşbəxt olsun, işdə həzz versin onlara, işimdə inkişaf eləsin. Bu istiqamətdə sən şuuraltı artıq informasiya ötürürsənsə, aydın məsələ ki, sənin də həyatında ancaq formalaşacaq bu kateqoriya hadisələr. Çünki sən yedizdirirsən beyni yalnız bunu. Bu yedizdirməkdə də yenə də mən bir daha 6-cı zaraq deyirəm. Sağlam düşüncə sintez şəklində bizim planlama ilə. Həmin bu sintez və planlama dəqiq olduqda, pozitiv olduqda, baxın, mən bu dəqiq pozitiv olacaq demirəm. Bu dəqiqədən danışıram, pozitiv olduqda, bacaranda mən bunu həzz almağa başlayanda, simvolik deyək də, bir həftə bunu eləməyi bacarırsan, o bir həftədən sonra başlayırsan möcüzələri yaşamağa. Həmin bu möcüzəlerdəki çox incə bir məqam var. Bunu deyim, bunu qulaqdan sırğı eləyib asmaq lazımdır. O ki, möcüzə baş verir daha. Məsələn, mən belə deyim sizə, sıra gün yolla gəlirəm, bu söhbətin yerinə düşər. Qabamda axırıncı model Mercedes gedir, Y-Class. Nömrəsi 99BB070-dir. Vallahi deyirəm. Və təsəvvür edirəm ki, 99BB777 necə görsənərdi. Və gəlirik, svetoforda dayanırıq, yanımda gəlir bir dənə də həmin o model axırıncı Y-Class-dan dayanır, 99BB777. İndi bu nə deməkdir? Bu o deməkdir ki, mən o qədər dəqiq beynimdə təsəvvür elədim ki onu, 99BB777-ni və 99BB070 yanımdaydı. O dərəcədə qabağımda realdır ki bu, bütün razmerlərinə, incəliklərinə, ölçülərinə, yolda gedişinə, hər bir şeyinə kimi gözüm var. O dərəcədə dəqiqliklə mən bunu konstruksiya elə bildim ki beynimdə. Siz təsəvvür edin, o situasiya mənə gəldi, bizim yanımıza gəldi, həmin o model Y-Class, mən fikirləşdiyim nömrə ilə yandı. Bu möcüzə və budur. Yox, bunu demək lazım deyil, onda başqa şey arzu edərdim. Bu o demək deyil. Bu o demək ki, belə düşünsəniz, Emil Əbdurrahmanov, uduzarsınız situasiyanı. Bu o deməkdir ki, mənim deməli, dəqiqdirsə düşüncəm, baxın, yəni gətirib çıxardıram. Mən 10.000 istəyirəm, amma bilmirəm niyə istəyirəm. Başa düşdünüz? Mən fikirləşsəydim, 99 məsələn, BB777 necə görsənər, sadəcə olaraq o fikir. Bəlkə də o, mən konkret olaraq o maşının üzərində, o rəngdə, o disklərdə, o görünüşdə, o modeldə, o ildə, o nömrəni fikirləşdim. Dəqiq də, başqa bir element qalmır orada, nəsə əlavə eləməyə. Eyni ilə həmin o formalaşdı situasiya olaraq. Fraktal olaraq formalaşdı yanında. Yəni ki, biz nə qədər çox dəqiq şəkildə yazsaq, nə istəyirik, nəyi biz əldə etmək istəyirik. Bir o qədər çox ona emosiyamızı qatmış olacaq, arzularımızı qatmış olacaq. Nəinki prosta beynin düşüncəsi, sadəcə o düşünür. Və onu biz şuuraltımıza yedizdirərək ən qısa zamanda xarici dünyada ekvivalentinə göndərə bilərik biz onu. Başa düşdünüz nədən gedir söhbət? Nə qədər ki çox, mən sən deyirəm, vallahi deyirəm ya, bu özünüz görürsünüz mən necə enerjiyə bağlı insanam, necə yaradana, necə ilahiyə bağlı insanam. Mənim aləmdə ümumiyyətlə yalan danışmaq, çox dərindən bilirəm ki, onun fəsadları nə ola bilər. İnanın, yanımda eyni ilə həmin nömrədə, eyni ilə həmin modeldə maşın gəlir. Yəni nə deməkdir bu? Bir daha xatırladıram mən sizə. Nə qədər ki dəqiq olsa sizin istəyiniz, nə qədər ki detallı şəkildə yazılmış olsa sizin, belə deyim, arzularınız, sizin çatmaq istədiyiniz nöqtə, bir o qədər sizin şuuraltınıza aydın olacaq sizin ötürdüyünüz mesajlar. Niyə? Çünki, baxın, mən bunu elə bir radio priyomnik demirəm. Bunu da çox məşhur bir kitabda oxumuşam bu yaxınlarda. Elə bu dostumuz məsləhət vermişdi burada. Orada qəşəng izah edirlər. Deyir ki, radio dalğalar, baxın, biz radioya qulaq asırıq. Nə bilim, 105 FM, 107 FM, 102 FM. O 105, 102, 107 o dalğadır. Hansını ki görə bilmir, eşidə bilmir bizim gözlərimiz, qulaqlarımız. O mikrofona danışır o insan,
həmin o səs transformasiya olunur o dalğaya, o dalğa ötürülür, o dalğanı biz başa düşmürük. O dalğanı başa düşür bizim avtomobildəki radio, qəbul eləyir, transformasiya edir biz başa düşdüyümüz formata və bizə dinlətdirir onu artıq səsli olaraq. Baxın, bu ki, səs çıxıb ki, transformasiya edir, başqa bir formatdakı gəlir, qəbul olunur. Biz bu arzunu göndəririk şuuraltıya. Bu transformasiya olunur, o başa düşdüyü dildə artıq formatda ona çatdırılmalıdır. Ona da çatdırılan zaman dəqiq olmalıdır. Bizim arzu, bizim düşüncə. Bu gəlib, hamısı nədir? Bu beyinə yeritmə. Zehnin gücü budur. Zehnin gücü o deyil ki, mən düşündüm, bu verdilər mənə. Burada incəlik odur ki, mən beynimə yedizdirdim, bu gəldi mənə. Mən bunu düşünürəm deyənə vermirlər bunu mənə. Başa düşürsünüz necə bir incə bir fərq var orada. Mən bunu beynimə yedizdirirəm deyənə bu formalaşır mənim həyatımda. Yəni ki, Yaradanın, belə deyim sizə, işi gücü qurtarmayıbdır. Göydəki ulduzlara baxın, nə qədər milyardlarla, trilyonlarla yəni sistemlər var da. Orada yəni Yaradanın işi gücü çoxdur, həddindən artıq çoxdur. Yəni bu boyda işin gücün arasında onun hələm imkanı var bizim göndərdiyimiz siqnala cavab verməyə. O oturub baxmayacaq bu da Elşad nə edir, Əli nə edir, Vəli nə edir. Ona siqnallar gəlir. Elşadın etdiyi addımlar, istəkləri barəsində. Əgər Vəlidən buna siqnal gəlirsə, mənim həyatımda hər şeydə bu həcal verir. Yaradan o qədər ürəyi açıq bir enerjidir ki, o qədər ilahi bir varlıqdır ki, o bütün bəndələrinə hər şeyə hə deyir. Səndən əgər ona çoxlu şikayət gedirsə, mən həyatımdan narazıyam, bu nə işləyirəm, buna gündür, buna güzarandır, bu gedir bu enerji olaraq, bu yedizdirir beynimizə, şuur altdan keçir bu ilahiyyata. Deyirlər, hə, belədir, bəli, sən düz deyirsən, raynoy verirlər sənə. Gözəlliyi nədir bu sistemin? Raynoy verirlər sənə, 4 qat çox verirlər, həmin bu stradaniyaları, bu kədərləri sənə. Səndən çox düşüncəli artıq emosiyalar qatılmış, sevgi qatılmış, minnətdarlıq gedirsə, bolluq enerjisi gedirsə, zənginlik gedirsə, hə, belədir, belədir. Və sən buna qədər, burada da birinci əmək, buna qədər axı biraz daha çox kədərlidir. Sən artıq başlayırsan müəyyən səviyyədə zənginliyi ötürməyə. Bu zənginlik gəlir biraz çatır, artıq yavaş-yavaş başlayır keçməyə. Həmin bu biraz çatıb keçməklər, sən bu kimi çünki doldurmuşsan tərəzin bu tərəfini, kədərlə, nə bilim, negativlərlə. Bu biraz zaman alacaq. Bu simvolik deyək, nə bilim, bir həftə ola bilər, 10 gün ola bilər, bir ay ola bilər. O artıq baxır nə vəziyyətdəsən sən, nə dərəcədə özünü salmışsan o quyuya. Bunu keçmək lazım. Bunu keçənə kimi həmin o hələlər səni artıq gəlib keçirdəcək. Sən zənginəm, mən əziz alıram, mən təşəkkür edirəm ki, sənə artıq bu pis dırnaqarası vəziyyətdə olmama baxmayaraq, sən yenə də mənə göstərin çıxış yolu hardadır. O çıxış yolunu artıq mən görürəm, mən artıq bununla məşğul olmaq istəyirəm. Minnətdarlıq bildirdiyincə, sən yenə də gətirəcəklər, bu zənginliyə çıxardacaqlar. Eyni ilə də, bax, yenə də qayıdıram, bu baş verir bütün ölkələrdə, bütün qitələrdə, Yaponlarda da, Amerikanlarda da, Hindistanlarda da, bizdə də fərqi yoxdur. Yəni, düşüncə düşüncədir. Zənginlik zənginlikdir. Burada olursan, bu dalğalarla ötürürsən, nə qədər ki, dəqiq oldu o dalğan, nə qədər ki, yazılı şəkildə, detallı şəkildə formalaşdı o dalğan, ora qatdın sən hissləri, sevgini, prosta benim yoxdur, mən orada hesabladım, mənə bu gün Mercedes Y-Class lazımdır, axırıncı model, oturumun fikirləşim düyünü. Belə olmayacaq, yox. Lazımdır, kayf, əla, sən bilirsən sənə nə lazımdır. Bəs bunun üçün deyinirsən, tərpənmək lazımdır, hərəkət. Hərəkət nədir? Bayaq izah etdiyimiz kimi. Kompüter sənin qarşındadır. Sən artıq verəcəyin qərarlar. O verəcəyin qərarlar neynəməlidir? Sənin üçün maksimal dərəcədə həzz aspektini daşımalıdır ki, sən məşğuliyyətinə həzz alasan. Həmin o aldığın həzzdən sənin qidalanmağın daimi olaraq yatırım edəcək. Sənin gözün qabağında saxladığın bu yazılı arzuva ki, o arzun daimi olaraq sənin bu həzzindən qidalanmış şəkildə ötürüləcək beyninə daxili dünyana, şuur altına və formalaşdıracaq sənin xarici dünyadakı monetar ekvivalenti. Biraz yenə də həmişə kimi axıra yaxın sürəti götürdüm. Ümid edirəm, hər kəsə bəlli oldu nədən getdi söhbət, nədən danışdıq.
Yenə də deyirəm, bütün bu söhbətin düzdür, bütün dərslərdir. Belə bir həyat o dərəcədə maraqlı bir şeydir ki, o dərəcədə qəribə, öyrəndikcə həmişə öyrəndikcə, daha dərinə getdikcə sanırsan ki, Sokratın bir sözü var, ümumiyyətlə paradoks anlayışın yaradıcısıdır o. Nə qədər çox öyrəndikcə bir o qədər çox bilmədiyimi anlayıram. Paradoksu da bu yəni ki, həqiqətən də nə qədər çox dərinliklərə getdikcə bu insan beynində, insan ruhaniyyatında, bu dini biliklərdə, mifoloji bilik bir o qədər çox başa düşürsən ki, sən əslində heç nə bilmirsən və nə dərəcədə şaxəli bir şeydir həyat, karma, ruh. Ya bunlar götürüb demək olmur da məsələn, bu əsas halqadır, bu biraz zəif. Bunlar kombinasiya şəklində artıq sənin beynində formalaşanda, hökmən də deyil də bunu indidən başlayasan tətbiq etməyə. Əsas odur ki, sən bunu eşidirsən hardansa, sənin beyninə qalır, sən yavaş-yavaş başlayasan bunu tətbiq etməyə. Bir dəfə birini, digər dəfə birini. Var sən beynində var deyənə, sən artıq başlayacaq təsir etməyə. Problem də orasındadır ki, problem var ha, burada bir dənə biləsiniz. Əgər ki, kim ki bu bilikləri eşidir, bunları öyrənir, tətbiq etmirsə, onların cəzası biraz artıq olur, biləsiniz. Əgər ruslarda belə bir söz var, biraz belə küçə jargonlu, Spyanova двойной sпрос. Yəni, içkilidən sorğu двойнойdur. Yəni ki, içə bilmirsən, niyə içirsən bunu? Əgər hərəkətini edə bilməyəcəksənsə, o mənada sorğusu 2 qatdır. Yəni ki, içib özünü apara bilmə qabiliyyətin olmalı. İçki həmişə emosiyalardır. Astrologiyanı götürsək, sudur. Su emosiyalardır. Suyun tərkibində müxtəlif biliklər ola bilər. Əgər biz içiriksə bu biliyi, özümüzü apara bilməyəcəksə, var bunun konkret olaraq xarici dünyadakı simvolizmi, içki içmək. Bir də var ki, o, belə deyim, ilahi savadı içmək. Onu içib özümüzü apara bilməyəcəksə, yəni ki, içib bunu istifadə etməyəcəksə, bunun cəzası 2 qatdır. Bunu da biləsiniz, yəni ki. Bunun cəzası 2 qatdır. Yəni, bu da elə biliklərdir ki, maksimal dərəcədə insanı yanmağa vadar edir, alışıb yanmağa, işıq saçmağa. Yəni ki, kül olmağa yox, işıq saçmağa vadar edir. Dostlar, zəhmət olmasa fikirlərinizi bildirərdiniz, nələr hiss edirsiniz? Yazarda sonra keçərdik, suallarınızı oxuyardım, cavablayardım. Nətər, ləzzət elədi bu dərsi. Ləzzət elədi bizim dildə desək. Deməli, ilk dəfə bugün ayın 3'üdür. Mahmay bugün ayın 3'üdür. Ecüleman ay. 3 may kursumuzda iştirak edenlerin rəylərini oxuyaq. Deməli, yuxarıdan başlayaq. Deməli, çox gözəl, əla düşündürücü, super, əla, sən də psixologsunuz, təşəkkürlər. Əla bilgilərdir, çox şey aydınlandırdım beynimdə. Çox sağ olun, təşəkkür edirəm. Həmişə kimi əla dərs oldu. Əhsən sizə, adamın ruhu sakitləşir. Maraqlıdır, ilk dəfə bu cür dərsə qoşuluram. Birinci səfər idi qoşulduğum dərsə qoşulmağıma çox çadım, həqiqətən. Çox maraqlı keçdi, bir-birindən gözəl dərslər, təşəkkür. Ən yaxşı öyrəndiyim astroloqa minnətdar olmağımdır indiki vəziyyətimə görə, indiyə kimi. Əla. Bir neçə gözəl fikir artıq beynimə attım, hər an lazım olacaq. Instagrama salamlar. Sağ ol, super. Deməli, əvvəllər siz dediyiniz kimi düşünürdüm və proseslər siz deyən kimi idi. Sadəcə yaşad olduqca qayğılar, problemlər artdıqca düşüncə gücü də zəifləyir. Olur belə şeylər. Super.
Müəllim, səndən başqa yalandır. Minnətdaram, mükəmməlsiniz. Zarafatsız bir dərsə çox şey öyrədirsiniz. Minnətdaram sizə sonsuz. Dostlar, mən də sizə minnətdaram bu gözəl şərhləriniz üçün. İndi yenə deyim, mənim hələm vaxtım var bir yarım saat. Suallarınız varsa yazın suallarınızı. Ürəkdən, səmimi qəlbdən cavablayayım. Amma ki, çox xahiş edirəm, suallarınızı yəni bu tip mövzulara aid olsun. YouTube-a ediyor, çünki o gələn dərsdir. Deməli, mənim təxirə salmaq kimi bir problemim var. Təxirə salmağı necə yığışdırmaq olar? Bu, balıq bürcü ilə çox əlaqəlidir, təxirə salmaq kimi. Bu, məndə də var. Mən bunu necə yığışdırmışam? Özümə mükafat verməklə. Məndə də bu böyük bir problem idi. Məsələn, başa düşürəm ki, iş belə deyək də, əksər hallarda necə olur? Vroca bu asandı işdir. Deyirsən ki, bunu mən bir saata həll edərəm də. İşi də təhvil verməlisən, məsələn, 6-cı gün, bu gün həftənin 1-ci günüdür. Deyirsən ki, eləyərəm. 6-cı gün işə 1 saat qalmışa kimi gətirib uzadıb bunu. Bunun ən gözəl variantı özünə hədiyyə verməkdir. Məsələn, hədiyyə necə ola bilər? Çoxsu deyəcək ki, yaxşı, indi hədiyyəni almaq var. Yox, qəşəng bir kino internetdə. Məsələn, bu dəqiqə kinoya baxmaq istəyirəm mən. Bu işi görüm, özümə hədiyyə edirəm filan kinoya baxmağı. Filan yaşıl çayımı dəmləyəcəm, xurma qurusuyla içəcəm, o kinoya baxa-baxa həzz alacam. Yenə də deyirəm, o kino dəqiq seçmək lazım, nə kino olacaq artıq. Bu tip bir hədiyyələrlə, bunun yolu budur. Çox belə, mən çox metod yoxlamışam, amma bu əla metoddur, bu işləyir. Ondan sonra artıq qazanc gəldikcə başqa tip hədiyyələrlə, məsələn, bu həftə olan işlərimi filan yerinə etdim, həftə sonu özümə bir, nə bilim, qulaqcıq hədiyyə edəcəm, simsiz, ya nə bilim, hansısa bir kitaba hədiyyə eləyəcəm, qeyb alıb, nə eləyəcəm? Özünə hədiyyələr verməliyim. Vəbşi, bu özünə hədiyyə vermək dəhşət bir sistemdir. Yəni, mən bu artıq bir il, yarım var, istifadə edirəm, dəhşət bir şeydir. Həqiqətən sizi yerinizdən tərpədir. Deməli, mənə YouTube kanalı açmaqda kömək edə bilərsiniz. Ülkər xanım, bu haqda videolarımız var YouTube kanalında. Mobil telefondan da açmaq videosu var, belə də var. Yəni, baxın, var orada. YouTube kanalında hətta playlistlərə daxil olun, Pulsuz YouTube kursu adında playlist var. Ora daxil olun, orada hamısı var. Deməli, müəllim, yuxular haqqında nə demək istəyirsiniz? Yəni, elə yuxular var, realda gerçəkləşir, yuxular vəbşi insan həyatında rolu var. Bu bir dərs yox, bu bir 10 dərslik bəlkə mövzudur. Yuxu rolu var, yuxular üzərində hər şey qurulur. Yuxu bizim şuur altımızdır. Yuxuda gördüyünüz bütün insanlar, rəhmətliklər, həyatda olanlar, falan filan, bunlar hamısı siz özünüzsünüz. Heç kim deyil başqa. Onların sizə verdiyi mesajlar, məsələn, yuxuda görürük ki, fərz edək ki, mənim hansısa yaxın qohumum dünyasını dəyişməyir, deyir ki, get falan ağacın dibini qaz, orada xəzinə var və mən gedirəm, qazıram, oradan xəzinə çıxır. Bu əslində mənim şuur altımın mənə verdiyi mesajdır. Sadəcə olaraq mənim bu günə kimi görmüş olduğum, təsəvvür etmiş olduğum, tanıdığım insanların obrazında mənimlə danışır. Yəni ki, bir insan dünyasını dəyişirsə və ya bu həyatdadırsa, o insan özünün bağlı olduğu bir mənbə var. Bu artıq bizim yuxumuza falan gəlib girmir. Bizim yuxumuza girənlər öz düşüncə. Bir də var astral dünya. Astral dünya başqa bir şeydir. Astral dünya isə ümumi yuxudur. Ora biz artıq keçə bilirik. Bu çox belə magiçiski mövzulardır. Bunlar əslində təhlükəli mövzulardır. O qədər dərinliyə getməyim. Heç astralı yaddan çıxardım, belə deyim sizə. Yuxular, necə ki ağacın bir kökü var. Carl Gustav Jung, mən keçən dərslərimizdə demişdim, bu yuxularla hər şey xırdalayır, astrologiya yuxularla. Bu kitabı tapa bilməmişdim. Gelib bunu printerdən çıxartmışam beləsinə. Sновидение, активное воображение. Robert Johnson. Mən bunu belə printerdən çıxartmışam, özünü tapa bilməmişdim. İmkanınız olsa bunu bilmirəm, mən belə göstərdim adını. Bəlkə türkçəsi var. Yoxdursa, ya İngiliscə ya da ki, Rus dilində.
belə yükləyib oxuya bilərsiniz. Qısaca desəm dəhşət bir şeydir. Yuxular bizim necə ki ağacın kökü var, o öz kökü boyda da budaqları uzanır. Yuxular bizim o kökümüzdür. Biz əksər 99% hallarda insanlar yalnız elə necə ki hər kəs ağaca baxanda üstünü görür, onu heç kim kökü ilə maraqlanmır. Elə də yuxularla maraqlanırlar. Mən məsələn necə edirəm, hər gün yatanda telefonu duran kimi yazmalısan yuxu. Siz hər gün yuxu görürsünüz, hər gün, hər biriniz yuxu görürsünüz. Sadəcə olaraq yuxudan duran kimi ilk 20-30 saniyə ərzində o xatırlamadınsa nədən gedir söhbət, sən onu heç vaxt xatırlaya bilməyəcəksən. Sən heç vaxt yadında, çox nadir hallarda nəsə hadisə baş verə bilər, bir dənə xatırlaya bilərsən ki, mən bunu yuxuda görmüşəm. İlk 20-30 saniyə ərzində hər şey yaddan çıxır. Bu səbəbdən dolayı yazmalısan. Yazmaq da biraz çox vaxt tapar yuxudan duran kimi. Mən necə edirəm? Mən hər gün yatanda diktafonu hazır qoyuram. Bir dəfə yəni telefonun blokunu açan kimi diktafon gəlir. Və səs yazma edirəm. Yuxuda nə görmüşəm, ondan sonra gün ərzində qulaq asıram. Həmin o yuxuda gördüyün sənin artıq bu dəfəki həyatındakı atmaq istədiyin qərarlara çox təsir. Sənin çünki şuur altından, sənin bessaznatillindən, şuursuzluğundan, ruhundan gələn mesajlar nəyinə getməlisən. O mesajları da oxuma qabiliyyəti olmalıdır səndə. O mesajları oxuya bilmək üçün mütləq şəkildə simvolizmi bilməlisən. Simvolizmi öyrənə bilirsən sən ancaq astrologiya ilə və mifologiya ilə. Görürsünüz nə qədər bir-birinə əlaqəlidir. Belə. Deyirlər ki, pulu xərcləməlisən ki, pul gəlsin. Yəni, yığmaq pula qarşı xəstəlik etmək olmaz. Bu haqda nə deyə bilərsiniz? Bəli, belədir. Amma ki, baxır nəyə xərcləyirsən. O demək deyil ki, mənə bu gün simvolik deyək, 1000 manat gəlibdir, mən o 1000 manatı apardım, dağıtdım yeyib içməyə, ikinci 1000 manat gələcək. Yox. Pulu xərcləməlisən reinvest mənasında. Ya bu 1000 manatım gəldisə mən baxmalıyam ki, o 1000 manatın hər bir manatı mənim üçün sərkərdədir. Bunları mən təzədən döyüşə göndərməliyəm ki, bunlar gedib heç olmasa 1 manat 20 qəpik bitpasonunda qayıtsınlar mənə belə el dilində desək. Yəni mən bunu hara yatırım edə bilərəm ki, bu pul mənə yenidən pul gətirsin. Bunu mən xərcləm, bunu mən yığsam, belə deyək də, mənim tutaq ki, 5000 manat pulum var. Bu 5000 manatı prosta belə saxlasam, 2 ildən sonra təzədən baxsam ona, müəyyən dərəcədə artıq inflyasiya gedibdir. Həmin o 2 il bundan qabaq ki, 5000 dəyəri deyil, artıq onun dəyəri təqribən belə uslovla desək, ruslar demişkən, 4000, nə bilim, 900 manatdır artıq, itirib öz dəyərini. Bu ən yaxşı halda belə ola bilər, əgər saxlayırıqsa biz onu. Mütləq şəkildə onu yatırmaq lazımdır. Paralara artıq bu sizə görə dəyişir, biliklərinizə görə, investisiya qaydalarınıza görə. Bu istiqamətdə xərclənməlidir pullar. Belə. Yəni, özünüzə də xərcləməlisiniz, aydın məsələdir. Yeyib içməyinizə də, özünüzə də dəyər verməlisiniz. Amma müəyyən bir hissəsini, o demək deyil, 1000 gəlir, 1000 getdim, mən dağıtdım, yeyib içməyə yox. Bu, müəyyən dərəcədə o mənə yenidən qazanc gətirə biləcək istiqamətlərə xərclənməlidir. Belə gələn həftə onlayn trade barəsində danışsaq olarmı? Bu çox, trade-lə mən trade-lə məşğul deyiləm. Çox gözəl bilirəm bu işi, çox dərindən bilirəm. Uzun müddət məşğul olmuşam, amma indi məşğul deyiləm. Və bu həddindən artıq çox riskli bir şeydir. Üstəgəl bu ayrı bir istiqamət, dünyadır bu. Bu haqda təsir vermirik biz. Deyənə bir dərsdən də ibarət bir şey deyil bu. Bu tradinglə məşğul olmaq istəyirsinizsə, milyonərsiz belə yazılır. Bizimkidir, deyəsən Əziz adı yoxsa Əziz deyəsən. O məsləhətlidir, məsləhətli kanaldır. Ona baxa bilərsiniz, mən onu tövsiyə edirəm sizə. Bizimkidir. Deyəsən Əziz adı. Bilmirəm, milyonərsiz belə yazılır. Mən bir də burada göstərim də sizə. Milyonərsiz. Mən burada göstərim mən sizə. Deyil. Düz yazdım. Bu kanalı tövsiyə edə bilərəm sizə. Milyonərsiz. Tradinglə məşğul olun. Bir-birimizi tanımırıq. Bir-birimizlə belə kommentariyalarda bir neçə dəfə danışmışıq. Çox mərifətli insandır. Yəni, kursu da var bunun. Kursunu da almaq istəsəniz,
Deyin ki, Azər Biznesdə gördük, sizi tövsiyə etdilər. Yəni ki, köməklik göstərəcəklər. Sərdən dolayı tövsiyə edərəm, ona baxarsınız. Deməli, mən çox düşünürəm, həddindən çox düşünürəm. Artıq beynimin hüceyrələrini hiss edirəm sanki. Nədən irəli gəlir? İzzət bəy, yaxşı eləyirsiniz. Amma məsələ var, dedi, yaxşı eləyirsən, amma düz eləmirsən. Düz eləmək lazımdır. Çox düşünə bilərik. Baxır nə düşünürük də. Yəni, bu mənasız bir şeylər də ola bilər, yeyib bitirə bilər bizi. O, konstruktiv bir şeylər də ola bilər. Konstruktiv bir şeycə mütləq şəkildə o düşüncəni hərəkətə keçirməliyik. O düşündük, müəyyən qədər, düşündük, qərar verdik, başlamayaq onu etməyə. Biz daha çox düşünsək, verəcəyimiz qərar üzərində, yavaş-yavaş başlayacaq o qərarın uğursuz ola biləcək versiyalarını düşünməyə və qədərindən çox düşünəndə bizi artıq hərəkətsizliyə gətirib çıxarıb tərəzin bir hissəsini doldurur. Düşüncə var, hərəkət yoxdur. Qədərindən çox düşünmək olmaz. Çox düşünürsünüzsə, həmin o enerji yarıda saxlayıb, o ürək partlayaraq yenə düşünmək üçün, onu hərəkətə çevirmək lazımdır. Uğursuz olacaq qərar, əla, yenə mən öyrəndim, nəyi necə eləməmək lazımdır, davam eləmək lazımdır. Yox. Çox dayanmadan düşünmək sizi geri salacaq nəticədə. Mən başarı bilgisində nəyi istədiyimiz və bunun üçün nəyi qurban verməyə hazır olmalıyıq. Müəllim, bu başarı bilgisində, baxın, əslində qurban vermək kimi bir şey yoxdur. Bu, müəyyən dərəcədə o qurbanı verib nəticə çatandan sonra, uğurlu nəticəyə çatandan sonra, uğurun həzzi o qədər olur ki, sən başa düşürsən ki, o qurban deyildi. O sənin investisiyanı, yatırımın idi. Əksinə sən başa düşürsən ki, sən onu yatırım etməsəydin, uğura çatmayacaqdın. Bir növ heç nə qurban vermiş olmursan aslında. Əslində sən yatırımını etmiş olursan, bunu başa düşürsən. Məsələn, incəsənət qurban tələb edir. Anlayış odur ki, burada da sənin incəsənətin fərz eləyək biznesdir. Qurban tələb edib, nədir o qurbanın? Sənin, mən də deyirəm, gündəlik 3 saat vaxtın var. O 3 saatı fərz eləyək ki, dostlarınla çay içə bilərsən və yaxud da ki, yatırım edirsən özünə. O dostlarla görüşüb çay içməyə qurban verirsən. Budur yəni qurban vermək, belə deyim sizə. Yəni, nə bilim, gecə saat 12-də yatmalıydın, yatırsan saat 1-də, 2-də, gecəni qurban verirsən. Bu bir növ həm də belə ruslar demişkən, tavarını vid verməkdir söhbətə, o biraz belə bəzək qatmaqdır da. Yəni, qurban deyəndə ki, əslində qurban da öyle, yəni sən investisiya edirsən bunu. Öz vaxtın ola bilər, öz görüşlərin ola bilər, münasibətlərin ola bilər. Bizim əvvəlki dərslərdə, məsələn, mən danışmışdım, bizim çox, bilmirəm, bəzləriniz baxıb yəqin ki, çox dostlarımız, tanışlarımız, doğmalarımız var ki, bizə maneə yaradır dedikodulardan, amma canciyərdirlər, sevirik onları, ailə üzüdür. Maksimal dərəcədə bunlardan uzaq olmaq lazımdır. Gəl uzaq ol, qurban verməkdir bu yaxınlığı. Niyə? Özünün oğlu olmaq üçün. O da artıq düzələcəksə, havaqsa gələcək sənin frekansı. Gəlmirsə, bu səni ancaq geriyə salır, qurban verməlisən o münasibəti. Budur yəni ki. Baxır artıq vəziyyətə, baxır artıq sənin qərarlarına. Belə konkret olaraq bir amil yoxdur ki, onu deyəcəksən ki, sırf bunu qurban vermək lazım. İnsana görə dəyişir o. Emil bəy, sizə sağ olun. Mənim beynimdə çox düşüncələrim var. Düşünürəm ki, çox şeylər edərək pul qazana bilərəm, amma heç birini etmirəm, bilmirəm niyə. Mən dedim, düşünmək ancaq hərəkətsizliyə gətirib çıxaracaq. Birini etmək lazımdır. O, çox ideyalarım var da insanı həmişə çaşdırır. Birini etmək lazımdır. O ideyaların zaten tələsmirlər. Sən bunu zaten bugün etməsən də onu heç kim eləmir də. Onu etmək lazım birinə. Buna xərclədim mən 1 ay, 2 ay, 3 ayımı alınmadı. Tamam, alınmadı. Bundan mən canım qurtardı. Bilirəm ki, alınmır. O birisi, bu birisi, əvvəl axı o alınanı gəlib tapacaqsan sən. Bu alınmayanlar da sənə prosesdə o qədər biliklər öyrədəcək ki, sən artıq ekspertləşəcəksən. Hər dəfəsində növbəti o ideyanın arxasınca düşməklə. Əslində bu alınmamaqlar səni püxtələşdirəcək ki, növbəti o ikinci, üçüncü ideyanı alındırasan. Belə deyim. Sağ olun, Ülker xanım, sizə sağ olun. Siz bu tip dərslərin yerini bizneslə dəyişdirməyin, xahiş edirəm, icazə verin, belə də davam eləsin və kursda belə bir forever get. Belə bir şey olacaq bu kurs bitəndə. Samir bəy, zaten o təklif eləyəcəm kimlər ki, artıq psixologiya qoşulu qalmaq istəyirsə, onların aylığı ödənişi başqa cür olacaq, aşağı düşəcək. Belə bir olacaq təkliflər. Mənim də ağlıma gəlibdir. Çünki həm
Mənə də böyük bir həzz verir bu haqda danışmaq. Həm də görürəm ki, həqiqətən kütlənin də marağındadır davam eləmək bunu. Yuxu mövzusunu gələn dərs keçə bilərsiniz, müəyyən qədər olsa da. Emil bəy, onu siz gələcəyə salaraq, çünki o bir dərslik də öyle, yuxunu başlasa biz gələ 10 dərs ardıcıl edək, yəni o bir dərslik mövzu deyil. O sonra, yəni bu bilikləri qutaraq, bunları qutarandan sonra mütləq şəkildə keçmək lazım olacaq aydın məsələdir, amma ki, hələ biraz tezdir. İndi o bir sual. Müəllimdəsi yuxu görməmək düşüncə ilə bağlı hansısa bir problemin göstəricisi ola bilər. Yox, inandırım sizi görürsünüz yuxu. Hamı görür. Sadəcə olaraq yuxudan duran kimi bunu xatırlamaq. Bunu beyninizə yedizdirin. Bu xüsusiyyəti. Mən də əvvəllər elə bildim, görmürdüm. Belə deyim sizə, 3 il yarım, 4 il bundan qabağa kimi mən fikirləşirdim ki, rahat bir 2 il var mən yuxu görmürəm. Mən belə fikirləşirdim. Həqiqətən. Deyirdim ki, hətta görüşəndə dostlarınız adına bu haqda mövzular danışanda mənim bir qurğumuz var. Biz ayda bir dəfə, 2 dəfə görüşürük belə. Danışırdım ki, mən həqiqətən yuxu görmürəm də. Mən bir 2 illik yuxu görmürəm. Mənə dedilər, inanmırdım. Başladım ki, artıq o 1 dəfə, 2 dəfə, 3 dəfə beynimə yedizdirsən ki, mən duran kimi yuxudan yadıma salacağım, nə görmüşəm. Bu aydın məsələdir, ilk dəfələrdən də olmasa, yaddan çıxsa da, bu növbəti günlər arasında sənin yadında qaldığında yuxudan duran kimi xatırlamaq istəyirsən. Yəni həm əlinə bir plus qoyursan, yuxuda duran kimi baxasan ki, bu plusu görəndə yadına salasan da, o balaca uşaq olanda məktəbdə necə eləyirdik? Yaddan çıxmasın deyənə nəsə. Plusu görən kimi yada salım yuxudan duranda və yaxud da nə bilim, yuxudan duran kimi yatağımda yan tərəfimə nəsə bir şey qoyum ki, o xatırlatsın mənə ki, yada salmalıyam. Yada salmaq prosesi işə salan kimi sən görür, yadıma düşəcək ki, nə yuxu görmüsən. Prosta bu yuxudan duran kimi ilk 15-20 saniyə ərzində olmalıdır. Sən bu 15-20-30 saniyə xatırlamadınsa, getdinsə vanna otağına, yaddan çıxardı yuxunu. Heç istəsən də yadına sala bilməyəcəksən. Sənə belə gələcək ki, yuxu görməmsən. Mən yazıram indi dəftərə sentyabra kimi 5 münazirəni toplamalıyam. Sizcə bunu bacara bilərəm. Mənə sual verirsə 100% bacarmayacaqsınız. Mənə sual verirsə. Mən bilmirəm. Bunu ancaq siz bilə bilərsiniz. Bunu ancaq siz istəyə bilərsiniz. Bunu ancaq siz qərar verə bilərsiniz. Mən baxıb deyə bilmərəm, siz 5.000 qazanacaqsınız, yoxsa bəlkə siz 50.000 qazanma potensialı var, siz özünüz 5.000-də sıxırsınız. Sizin artıq baxır beynimizə nə dərəcədə rahatdır, nəyin bu dəqiqə arxasınca etmək, nəyi bu dəqiqə əldə etmək, nə haqqında artıq sizin konkret fikirləriniz, o 5.000 sizə nəyə lazımdır, eləyəcəksiniz. Bu dərsimizdə biz izah elədiyimiz kimi. Bunu da kiməsə sual verirsə, bacara bilərəm yoxsa, bu sizin özünüzə əmin olmamağınızdan cavab verir və yəqin ki, bacara bilməyəcəksiniz, yox. Bu da sizə biraz belə acıq olsun söz ki, heç kimdən soruşmaya ehtiyac yoxdur. Özün qərar verməlisin. Bu sənə lazımdır və bacararsan, vəssalam. Çox. NFT ilə bağlı dərs keçirsiniz, bəli, amma individual ola bilər bu. Deməli, tanıyıram mən də keçəl olan çox disiplinləri sizdən oxuyur. Bana deyirəm də, o qəşək, yaxşı olandır. Baxmışam, neçə dən videosuna baxmışam, çünki o trading elə bir mövzudur ki, orada dələduzlar həddindən artıq çoxdur da. Mən onu görəndə Azərbaycanlı ilk dəfə dedim, ona görəsən nə dərəcədə dəqiq məlumatlar deyə bilər. Bu rahat bir 20 dənə videosuna baxmışam onu rahat. Bir analiz eləmişəm, gördüm, yox, həqiqətən çox belə dəyərli biliklər paylaşır, ona görə tövsiyə edirəm. Yəni, mən özü bilirsiniz ki, hər adamı tövsiyə etmərəm. Sizlərə ZehinX kanalının videolarını tövsiyə edirəm və çoxdan tanıyırım, çoxdan da işlədirlər, əsasən də işləyir, ZehinX bu dəqiqə işləyir rus dili ilə, İngilis dili ilə, rus dilində kanalım daha çox işləyir, qəşəng. Bir, ikincisi də ki, o kitablardan əsas, kitabları Doodle videolara çevirməklə kontent yaradırlar onlar. Tanıyıram, çoxdan tanıyıram yəni ki, onları. Deməli, bilirəm, baxmayanlar məncə baxsın, aydın başa salır, arxa fon musiqi danışır, video çox süperdir. Müəllimə bu yuxu yaman belə yerlədi, hamıya. Mən bu yuxuya gedən vaxtı yarı oyaq, yarı ayıq olurum, elə bir səsim çıxmır ki, üstümə ağır yük var deyə səsim çıxmır. Buna deyirlər qara basma, bu astrala keçiddir.
Əgər bu sizdə baş verirsə, maksimal dərəcədə qorxularınızın üstünə keçin, boğulmağa çalışın, qoyun basıb sizi öldürsünlər sanki. Və çox qorxulu başlayacaq səslər eşitməyə. Sanki bir tunelə girirsiniz və o sürətin səslərini maksimal dərəcədə başlayın bədəninizdən qopa bilməyi bacarmağa. Əgər bu qopa bilməyi bacarsanız ki, də bu qorxularınızla çox əlaqəli, bədəninizdən çıxmış sayılacaqsınız, artıq astraldasınız. Qısacası desəm, artıq uçub müəyyən qədər uçmağın həzzini yaşaya bilərsiniz. Amma bu çox çəkmir, bunun üçün kifayət qədər enerji lazımdır. Və çox da tövsiyə etmirəm bədəndən uzaqlaşmağı. Və bu sizdə baş verirsə, artıq başlayın astral haqqında oxumağa, astrala keçidlər haqqında. Amma bilin ki, təhlükəli mövzulardır bunlar. Bunlar təhlükəli mövzulardır. Sonra 5000 AZN ilə Bodruma gedəcəkdim. 5000 AZN ilə Bodruma gedəcəydiniz, əcəb eləyəcəydiniz. Yaxşı. Gələ bilər, 5000 gələ bilər, Bodruma gedəcəksiniz. Bodruma da gedəndən sonra fikirləşmək lazımdır, növbəti 5000 nədir edin. Mən sizə tövsiyə edərdim ki, 5000-ə Bodruma getməyəsiniz. Ya da gedirsinizsə bir 3 günlük gedəsiniz, bir 2500 falan xərcləyəsiniz, 4 günlük gedəsiniz. Və geridə qalan bir 2500 nəsə eləyəsiniz. Yəni reinvest eləmək lazımdır. Amma qəşəng yazsınız, 5000-ə Bodruma gedir. Yıxıdır, yıxı. Deməli, yatmağı sevən millətik, ona görə yuxudan yapışırıq. Anlayıram. Məndə elə olmağı təhlükəli, məndə elə olmağı təhlükəlidir, elə olmaması üçün deyil. Elə olmağı təhlükəli deyil, sizin artıq şansınız var çıxmağa. Yəni ki, o çıxandan sonraki baş verənlər təhlükəli ola bilər, müəyyən dərəcədə təcrübə yoxdur. Yəni dedim, burada o yer deyildi, o söhbətlərin yeridir. Siz birinci növbədə oxuyun, internetdə baxın, astral nədir, astral biliklər nədir, astrala çıxış nədir, türkçədə var, kifayət qədər çox videolar var. Ölgənin daha sonra mən dediyim o üstünə gedərsiniz. Müəllim, bu texnologiya işləri ilə məşğul olan və özümə söz vermişəm, başqa işlərin məşğul olacağım dedim. İndi çox iş təklifləri gəlir, rədd edirəm, amma qabaqlar iş axtardım. Həmişə belədir. Bu çox əla bir mövzudayız. Biz əgər həzz ala biləcəyimiz bir istiqamət tuturuqsa və başa düşürüksə oraya biz yatırım edəcəyik, risk edəcəyik, gediriksə xəyallarımızın dalıyca, həmişə bizi test eləyəcəklər. Həmişə bizi test eləyəcəklər, müəyyən dərəcədə bizi çaşdırmaq üçün yolumuzdan baxsınlar, görsünlər biz nə dərəcədə əminik seçdiyimiz qərarda. Nə qədər ki biz orada dəmir, belə deyim, inatkarlığımızı göstərsək ki, yox, mən bunu seçmişəm, bunun arxasıca gedirəm, digər işlər mənə maraqlıdır, bir o qədər dəhşətli dərəcədə uğur bizi gözləyir. Sual versiniz deyirəm. Təkliflər çox gələcək. Mən bayaq keçən dərsimizdə necə deyirdim? Düzgün oturub öz qeydimizə qalanda, görürsünüz, necə gözəl bir məqama tapılır. Öz qeydimizə qalanda, özümüzə baxanda, öz qərarlarımızı təmizləyəndə, başqa cür düşünəndə bizə başlayacaq artıq təkliflər gəlməyə. Biz artıq nəyəsə arxasıca düşmürük. Görürsünüz, necə yerinə düşdü bu söhbət. Bizə başlayır artıq gəlməyə, biz seçim edirik, hansı bizə lazımdır. Mütləq şəkildə həmişə elə bir şey seçməliyik ki, çünki biz həzzdən getdik axı, həzzi seçdik, öz xoşbəxtliyimizi seçdik və bu seçimlər arasında da elə birini davamlı şəkildə artıq prioritet tutmalıyıq ki, bu indiki sastayanımız, vəziyyətimizi pozmasın. Çünki biz artıq o rельsə düşmüşük. O relsdən bizi çıxartmasın artıq hansısa bir gələn təklif. Buna görə artıq təkliflər çox gələcək sizə. İki həftəlik reklamçılıq kampı var, oraya getməyə dəyər. Mütləq şəkildə həmişə özünüzə yatırımlar edin. YouTube kursu qurtarsa da psixolog qurtarmasının çox maraqlıdır. Davam edəcək, davam edəcək. Qəbələ mənə maraqlı gəlmir. İzzət bəy təmiz turistik arzularını burada paylaşıb bizlə. Yaxşı olar, narahat olmayın. Dostlar, görəm suallar qalmadı artıq, yekunlaşdıraq istəyirsiniz. Bu, mən adətən baxıram, deməli bizdə artıq 3-cü günlər müəyyən dərəcədə düz insanların məzun sən bu günlərə salmışam ki, insanların o işdə olan günləridir. Bazar günlər YouTube ona görə salmışam ki, əksəriyyətində YouTube'a görə yazılır, bazar günləri rahat baxa bilsinlər. Bu günlər bir müəyyən dərəcədə canlıya az adam qoşulur. Yenə də çox sağ olun, yaxşı ki varsınız, həqiqətən, fərqi yoxdur burada.
20 nəfər olub, 30 nəfər, 60 nəfər, 100 nəfər. Mənə həmişə xoşdur ki, çünki bu videonun təkrarına da baxacaq dostlarımız. Yaxşı ki varsınız, minnətdaram sizə. Həqiqətən nə qədər ki siz qidalanırsınız, faydalanırsınız, inanın mənə ən azı bir o qədər mənim özümə bir həzdir ki, bu bilikləri artıq kimləsə paylaşa bilirəm. Yəni fərz edin ki, bunlar yığılıb belə yığıla gedir, artıq məndə də bir kanal açılıbdır, bunu harasa ötürə bilirəm mən. Bu mənim üçün çox böyük, vacib bir məna kəsb edən bir aspekt həyatda. Yaxşı ki varsınız, minnətdaram sizə. Mən həmişə bu millətə, bu ölkəyə sevgim oldu içimdə. Həmişə də o tarixə baxırıq ki, bizim içimizdən, bizim millətdən həqiqətən də bu müəyyən bir dövr idi. Bu 90-cı illərdən başladı, bu 2015-ə kimi, 20-yə kimi bir davam elədi. Bu biraz problemli dövrlər idi bizim ölkə üçün. Amma ki, tarix boyunca tarixi şəxsiyyətlər, uğurlu insanlar çıxıb bizim dövlətdən başlayır. O dövr yenidən başladı, son bu 2-3 ildə başlayır. Ona görə də bundan sonra maksimal dərəcədə həm texnologiyanın imkanları, həm bir-birimizə dəstək olmaqla inanıram ki, çox böyük işlər görəcəyik. Bir daha xatırladıram, biz özümüz də təklif edirik. Kimlər ki də bu kursu bitirəndən sonra müəyyən dərəcədə rezultatlar əldə etməyə başlayırlar. Biz onlara bundan sonraki etaplarda daim təminatçı kömək oluruq. İstər bu mənim AdSense-lərin açılmaq olsun, istər başqa bir mövzular olsun və müəyyən partnyorluqlar təklif edirik. Yəni ki, kimlər ki də həmişə öz nailiyyətlərini göstərə biləcəklər bu öyrətdiyimiz biliklərdən. Davamlı şəkildə bizdən növbəti etaplara hətta təklif alacaqlar. Xeyr, siyasətdən dərs keçmirəm, istəmirəm də. Bizim siyasətimiz biznes siyasətidir. Uğurlu olmaq siyasətidir, xoşbəxt olmaq siyasətidir. Ölkəmizə, ətraf mühitimizə, əhalimizə faydalı olmaq siyasətidir. Yəni, mən heç maraqım da yoxdur ki, siyasətdə iştirak etməyə. Bu qədər, yəni, bu dəqiqədə həzz aram ki, gedişatdan, yəni, bu zaten mənə kifayət edir. Oldu. Var olun, sağ olun. Bu dərsin təkrar növbəti 24 saat ərzində göndəriləcək. Növbət dərsimiz də bizim bazar günüdür, YouTube dərsimiz. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə.